Bura məscidimizdir. Bura həyətidir məscidin. Girir içəri. Bismillahirrahmanirrahim. Bura qalxır. Məsciddə bu yol, pilləkən məscidə qalxır. Ya Allah, Məhəmməd ya Ali. Ya Allah. Soyun bax. Bura məscidin içidir. Baxın. Burada nəzir qoymuşuq. Mən də qoydum. Heybəlgül bibi də nəzir qoydu. Allah qəbul eləsin. Buradan başlayırıq. Qapıdan çəkirik. Burada ehsan verilir. Qab-qaza yığılıb bura. Burada. Əli qardaş bura. Pəncərədə. Bax. Dua kitabları da Quran kitabıdır. Allah köməkləri olsun. Allah bunu təşkil eləyənin ata-batasına rəhmət eləsin. Belə qəşəng yaradıblar, adamın xoşu gəlir. Hatta budur. Baxın. Çox əla. Allah bunu təşkil eləyən təşkilatçısın, atasını rəhmət eləsin. Bax. Qəşəng də xalçalar səriblər. Yaxşı. Bunun nəyi pisdir? Klubu o günə qoyublar. Kim qoyub? Bu kəndin cəmaatı eləyib. Bax, baxın, məscid necə qəşəngdir. Necə gözəldir. Bax. Bax. Təşkilatçı var. Düzəldib. Nəyi pisdir? Nəyi pisdir? Qəşəng. Bax bu. Köhnə o vaxt. Məntəqə deyirdik. Həkim məntəqəsidir. Rəhmətli Mirzə doktor orada otururdu. Biz uşaq olanda. Bax. Görün nə gözəl yaradıblar. Nə qəşəng. Adamın xoşu gəlir. Allah cəmiyyətləri rəhmət eləsin. Bax, bunun da pataloqu, pərdələrinə baxın. Necə yaradıblar, necə tikiblər. Gəlin. İndi durun deyin ki, indiki zamanədə kim beləncə məscid tikər, beləncə məscidi yaradar. Bunu qorumaq lazımdır. Tarixi abidədir. Bu gələcəyin belə tarixi abidəsidir. Bunu qorub saxlamaq lazımdır. Gəlib ziyarət elədim. Allah qəbul eləsin. Allah bu kənddə köçənlərə rəhmət eləsin. Cəmi ölənləri Allah rəhmət eləsin. Qalanlara can sağlığı.